Hər vaxtınız xeyir, Vaşinqtondan Amerikanın Səsinin televiziya studiyasında mən Bəxtiyar Zamanovam. Bugün Dünyaya Baxışda izləyəcəksiniz. Tesla avtomobilinin qəzası ilə bağlı təhqiqat aparılır. Bağdadda son 2 gündə 2 intiharçı hücumu baş verib. Cənubi Sudanın paytaxtı Cubada atəşkəs bərqərar olub. ABŞ-ın Federal Yol Nəqliyyatı Təhlükəsizliyi Agentliyinin müstəntiqləri elektriklə işləyən avtomobil istehsalçısı Tesla Motors şirkətindən avtopilot sistemləri haqqında təfərrüatlı məlumat tələb edib. Bu ilin əvvəli yolda hərəkət edən avtomobillərdən biri sistemdən istifadə edərkən qəzaya uğrayıb. Hadisə nəticəsində sürücü həlak olub. İctimaiyyətə açıqlanan məktubda Milli Magistral Yollarda Təhlükəsizlik Administrasiyası eyni zamanda avtopilot sistemi istifadəyə verildikdən sonra bununla əlaqədar baş vermiş bütün qəzaların siyahısını tələb edib. Bununla yanaşı, bu sistemlə bağlı gələcək aylarda nəzərdə tutulan modifikasiyalar haqqında məlumatların paylaşması tələb olunur. Təhlükəsizlik Administrasiyası mayın 7-sində Florida ştatında 40 yaşlı sürücünün ölümünə səbəb olan qəzanın səbəblərini araşdırır. Qəza zamanı avtomobilin avtopilot sistemi parlaq gün işığında böyük yük maşınının kənarında ağ rəngi ayıra bilməyib. Bunun nəticəsində avtomobilin əyləc sistemi avtomatik olaraq işə düşməyib və maşın yol xəttini dəyişmək istəyən yük maşını ilə toqquşub. Bağdadın şimalında intiharçının avtomobili polis yoxlama məntəqəsi yaxınlığında partlatması nəticəsində azı 8 adam həlak olub, 11 nəfər yaralanıb. İraq rəsmilərinin bildirdiyinə görə eyni ərazidə 2 gün bir-birinin ardınca oxşar hücumlar baş verib. İntiharçı partlayıcılarla dolu maşını əsas etibarilə şiələrin yaşadığı Əd-Rəşidiyyə rayonunda yerləşmiş polis məntəqəsinin üzərinə sürüb. IŞİD hadisədən dərhal sonra hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Bir gün əvvəl intiharçının eyni ssenari ilə avtomobili insanlarla dolu meyvə-tərəvəz mağazasının yanında partlatması nəticəsində 12 insan həyatını itirib. Polis hücumdan sonra Bağdadın bəzi əsas yollarını bağlamaq məcburiyyətində qalıb. Ötən həftə baş vermiş 2 hücum zamanı 300-dən artıq insan həlak olub. Birinci hücumda intiharçı yük maşınını Bağdadda Karada adlı Şiə məhəlləsində yerləşən ticarət mərkəzində partlatmışdı. Nəticədə 292 insan həyatını itirib. Bu 2003-cü il ABŞ-ın İraqa müdaxiləsindən sonra baş verən ən ölümcül hücum sayılır. Keçən həftə baş vermiş digər hücum isə 37 adamın həyatına son qoyub. Cənubi Sudanın paytaxtı Cubada 4 gün davam edən döyüşlər nəticəsində yüzlərlə insanın ölməsi və minlərlə adamın didərgin düşməsindən sonra üsyançı liderlərin həssas adlandırdıqları atəşkəs qüvvədə qalır. Prezident Salva Kiir və onun uzun zaman rəqibi olan birinci vitse-prezident Riek Machar'ın təklif etdiyi atəşkəs barədə razılıq döyüşlərdən cana gələn sakinlər və Afrikada vətəndaş müharibəsinin başlaya bilməsindən narahat olan xarici dövlətlər tərəfindən alqışlanıb. Cuba şəhərinin küçələrində, mərkəzi bazarlarda insanların ərzaq ehtiyatlarına ehtiyacı var. Şəhərdə mağazalar qarət edilib. Ərzaq çatışmamazlığı səbəbilə qiymətlər bahalaşıb. Etnik qruplar arasında döyüşlər ilk olaraq ötən həftənin cümə axşamı prezidentə sadiq qüvvələrlə Makar tərəfdarları arasında toqquşmalarla başlayıb. Döyüşlər 3 gün davam edib. Bu, 2015-ci ildə 2 il sürən vətəndaş müharibəsindən sonra ən qanlı hərbi toqquşmadır. Nobel mükafatı laureatı Malala Yousafzai 19-cu doğum gününü çərşənbə axşamı Kenyada dünyanın ən böyük qaçqın düşərgəsində qeyd edəcək. Onun məqsədi diqqəti qaçqın böhranına cəlb etməkdir. Malala Yousafzai 25 ildən sonra Dadaab düşərgəsinin bağlanmaq təhlükəsi qarşısında olduğu bir zaman düşərgəni ziyarət etmək qərarına gəlib. Ötən ildən bəri Malala Skype vasitəsilə Dadaab düşərgəsindəki bir qrup qızla əlaqə saxlayır və onlarla görüşmək imkanı axtarır deyə onun sözcüsü Taylor Royle bildirib. Kenya hökuməti 300 mindən artıq Somali qaçqınının yaşadığı Dadaab qaçqın düşərgəsinin təhlükəsizliyə dair öhdəlik məsələsi ilə əlaqədar gələn il bağlanacağını bildirib. Qaçqın düşərgəsi Kenyanın şərqində Somali sərhədi yaxınlığında yerləşir. Düşərgənin bağlanmasından sonra qaçqınların vəziyyətinin necə olacağı qeyri-müəyyən olaraq qalır. Belə ki, onlar münaqişənin cəngində olan Somaliya geri qayıtmaq perspektivi qarşısında qalacaq. Kenya hökuməti qaçqınların ölkədə qalması və ya
geri qaytarılmasını könüllü olacağını bildirib. Beynəlxalq ictimaiyyət məcburi evakuasiyanın olmaması ilə bağlı Keniyaya xəbərdarlıq edib. Dadaabın əksər sakinləri həyatlarının böyük hissəsini 25 il mövcud olmuş bu düşərgədə yaşayıb. Mühüm xəbər və reportajlarımızı, habelə bloqlarımızı Amerikanın Səsinin web səhifəsində izləyə bilərsiniz. Ünvanımız 3w.amerikanınsesi.org-dur. Vaşinqtondan Amerikanın Səsinin televiziya studiyasından sizə sağollaşıram. Salamat qalın.